Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun yanvarın 19-dan 20-sinə keçən gecə 0 dərəcəyə yaxın, 21-i, 22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Bugün TV xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısa müddətli çovğun olacağı ehtimal olunur. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var. Havanın minimal temperaturunun dağətəyi rayonlarda 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir. Ölkə ərazisində, xüsusən də dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Hüsniyyə Salmanova, Samir Əliyev, Bugün TV.